Bir valideyn sual verir ki, oğlum 4 yaşındadır və ona ərəb hərflərini öyrədirəm, həmçinin Allah barədə danışıram. Uşaq bəzən Allah barədə səhv ifadələr işlədir. Kiçik olduğuna görə səhv ifadələr işlədir və soruşurlar ki, bu yaşda ümumiyyətlə uşağa Allah barədə danışmaq doğrudurmu? Cavab belədir ki, alimlər ümumiyyətlə uşaq ayırd etmə yaşına çatdıqdan sonra dini bilgiləri öyrətməyi tövsiyə edirlər. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, övladınız, yəni 7 yaşına çatdıqda artıq ona namaz qılmağı əmr edin. Və ayırd etmə yaşı da nədir? Ayırd etmə yaşı təxminən 6-7 yaş arasıdır. Yəni 6-7 yaş, yəni uşaqdan fərqli olaraq 6-7 yaşdır. Məhz bu yaşdan sonra uşağa onun səviyyəsinə uyğun olan dini bilgilər öyrədilir. Məsələn, dəstəmaz almaq öyrədilir, namaz qılmaq öyrədilir, namazın sözləri əzbərlədilir. Həmçinin Qurandan müəyyən surələr, hekayələr, peyğəmbərlərin hekayələri, həmçinin hədislər, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin hədisləri, həmçinin zikirlər, yatarkən edilən zikirlər, evə girərkən deyilən zikirlər, həmçinin bu yaşda uşaq müəyyən pis əməllərdən çəkindirilir, qeybət kimi, yalan kimi müəyyən əməllərdən çəkindirilir. Çünki bu yaşda artıq uşaq dərk edir, yəni pisdən yaxşını ayırd edə bilir. Lakin bu yaşdan əvvəl isə uşağın səviyyəsində olmayan hansısa bir dini məlumatları, elmi uşağa bildirmək bu düzgün deyil.